Bismillah. İşte gelir. Gedək görək işçilərimiz nə edirlər. Molding kantları yığırlar yoxsa yox. Salam aleyküm. Yorulmayasınız. Sağ ol. Necəsiz? Nə var, nə yox? Gedir işləriniz. 45 dərəcələr yerində. Bilirsən də bizim ən həssas yerimiz 45 dərəcələrdir. Künclərdir. Bax, yaxşı. Bir dənə yoxlayaq görək necə çıxıb. Kozlardır. Kermoqranın daşlarla yığılıb. Deməli, evin qarşısında olan bütün atkozlarımızı kermoqran daşlarla işləmişik. Molding kantlardır. Bu molding kantlar deyəndə biz nəyə nəzərdə tuturuq? Deməli, atkozdan kermoqran daşlar çıxır. Müvafiq dərinliyə uyğun. Sonra 10 cm enində və 7 cm dərinliyində olan molding kantlardır. Bunu evin qabağında kermoqranit fasadda tətbiq eləmişik. Ev gəlisinin xoşuna gəldiyinə görə evin arxasında olan montalama olan hissəsində də bütün pəncərələrin kantlarını, atkozlarını molding kantlardan yığmaq qərarına gəldi. Çünki bu çox estetik görünüş var ona görə. İndi hal-hazırda molding kantların yığılma prosesi gedir. Ramin usta zərgər dəqiqliyi ilə bu daşları bir-birinə otuzdurur. Görürsünüz, balaca daşdır, amma ki xüsusi diqqət, incəlik, ustalıq tələb edən işlərdir. Yəni hər şey asanlıqla əmələ gəlmir. Hər bir daş individual olaraq bir-bir kəsilir, ölçüyə uyğun kəsilir, yonulur, şirfovkalanır, ağza otuzdurulur. Yekunda da ki gözəl görüntü əmələ gəlir. Və həmin bu görüntüdür ki, müştərilərin diqqətini cəlb eləyir və bizlərə müraciət edirlər. Belə incə işlər həqiqətən də evin gözəlliyinə daha da gözəllik qatır. Zahiri gözəllik diqqəti cəlb eləyir. Bu pəncərəmizin uzunluğu 7 metr 20 santıdır. Eni də 1 metr 5 santimetr enindədir. Diblər membranla izolyasiya olunub. Montalamanın içərisinə doğru, yəni pəncərələr ətrafı membranla izolyasiya olunub, çift göbələyinə qarşı, nəmişliyə qarşı. Bu divarlar isə XPS panellərlə izolyasiya olunub. Diblərə də, bu diblərə də hamısı membran çəkilib. Bu şəkildə pəncərə ətrafları işlənib. Gördüyünüz bu şaybaşurplar da ki, müvəqqəti xarakter daşıyırlar. Kleylərin quruma müddətinə qədər qalacaqlar. Hardasa bir 10 gün müddətinə ən azı. Ondan sonra açılandan sonra gözəl bir görünüş əmələ gələcək inşallah.